Daha doğrusu nəvəmə həsr elədiyim neçə illər qabaq, indi institut qutarıb işləyir. Həmin şeiri balalarımı həsr edirəm, bax bu 7 nəfərə. Və onların şəxsində bütün birincilərə. Deyir, salam əziz uşaqlar, mənim 6 yaşım var. Əldə çanta ilk dəfə, mən gəlmişəm məktəbə. Gəlmişəm ki, oxuyam, nurdan sələng toxuyam. Sözüm sözdür, bilin siz, lap axırda görərsiniz. Hər dərsdən 5 alacam, mən əlaçı olacam. Emindir, şərt olaraq deyirəm, emindir mənim adım, gül açar hər muradım. Yazanı Elman babam, ondan var sizə salam. Hamıza salam deyirəm. İndi isə icazənizlə bizə valideyn, dayı qədər, xala qədər, bibi qədər, yox, valideyn qədər əziz olan ibtidai sinif müəllimlərimizə müəllimlərimizə həsr eləmişəm. Amma rəhmətli Əbülfət müəllim vardı bizim. Çox yaxşı bir insan idi. Hamı təsdiq eləyər. Mən ona yazmışam bu şeiri icazənizlə. Onun şəxsində bütün müəllimlərə yazmışam, üzr istəyirəm. İcazənizlə ilk ibtidai sinif müəllim İbrahimov Əbülfət müəllimin şəxsində bütün müəllimlərimizə həsr olunur. Əldə qələm tutmağı, oxumağı, yazmağı, danışmağı, susmağı mənə sən öyrətmişsən. Hüsnü xətlə yazmağı, düzü haqqa yozmağı, çini qəlbdən pozmağı mənə sən öyrətmişsən. Səliqəli geyimi, səlis sərras deyimi, ata-baba soyumu mənə sən öyrətmişsən. İtirməyib əməyi, halal çörək yeməyi, kimə sağ ol deməyi mənə sən öyrətmişsən. Müəllimin zəhməti üstümüzdə böyükdür. Öyrətdiyi hər kəlmə nəsihətdir, öyüddür. Kim unutsa müəllimi, qoy desinlər dönükdür. Qədir bilən balanam, sənə uzanır əlim, hər an sizə borçluyam. Ey Əbülfət müəllim və onun şəxsində sadalayıram. Ey Abdülqədir müəllim, ey Şəfi müəllim, ey Alşan müəllim, ey İbat müəllim, Xavər müəllim, Şamiyə müəllim, Süraya müəllim, Münəvvər müəllim, Dirşat müəllim, Zeyir müəllim, Çimnaz müəllim, yadından əgər nəsə çıxıbsa da üzrü sayın. Bir də bax bu palıda əkilməyində böyük rol oynayan Tofiq müəllim, Bənövşə müəllim, Etibar müəllim, Tahirə müəllim, bir də ki, siz müəllimlər, hamınızı özümü tuturam, bizə arzu edirəm ki, bizim balalarımız buradan durub gedib Mingəçevir məktəbi, Mingəçevir şəhərində oxumasınlar. Mən arzu edirəm ki, məktəbimiz o qədər yaxşı tanınsın ki, Mingəçevirdən gəlib burada təhsil alsınlar. Müəllimlər